Dostlar, hamıya salam. Sizinlə Namulə Səmərdi. Xoş gəlmisiniz. Deməli, bizdə pomidor yumurtadır. Burada qızardılmış doktorski kolbasa, xiyarımız, prezident mənim sevdiyim üçbucaq pendirləri və lavaşımız. Çörək evdə qutarıb, çörəyin dalınca getməyə axot qoqqu. Ona görə də mən qərar verdim, day belə yeyim. Mən daha çox pomidor bol, az yumurta sevirəm. Bilmirəm siz necə sevirsiniz? Üstündə də istiotdur. Ona görə biraz qara var üstündə. Hekayəmiz bugün nə olacaq? Mənə dedilər məktəb illərindən danış. Anam belə kolbasanı kəsir biraz ki, onlar belə yumru olurlar qızaranda. Olmasın, düz qızarsın deyə biraz kəsim eləyir. Hər tərəfli qızarır onda. Məktəb illərim yaxşı keçməyib. Bəziləri məktəb illərinə qayıtmaq istəyir. Mənim ən zəhləm getdiyim period həyatımda məktəb illərim olub. Hətta universitet illərimi daha çox sevirdim. Nəyə görə? Çünki məktəb illərində kök olduğum vaxtlar olub, demişdim, 80 kiloya yaxın. Bullyinga məruz qalmışdım. Uşaqlar da özünüz bilirsiniz ki, böyük insanlar kimi olmurlar, daha aqressiv olurlar. Məsəl üçün, olğun insan başa düşər də, burada nəsə demək lazım deyil və yaxud da nə, uşaqlar yox. Uşaqlar bunu başa düşmür. Burada çayda. Ona görə mənə çox çətin idi. Həmişə gömbüles. İnanırsınız, mən heç vaxt səhər yeməyi ümumiyyətlə yeyən insan deyildim. Anam məni məcbur eləyə bilmirdi ki, mən səhər yeyim. Məktəbdə də yemirdim. Çünki ağzıma inanırsınız, meyvə belə qoyan kimi, yenə yeyir, yenə. Halbuki, yəni, bu elə belə bir period idi də. Sonra arıqladım. Bəlkə gecə nəsə çox yemirdim həqiqətən. Çox az yeyirdim. Qızlar məni başa düşər. Qızlarda belə bir period olur ki, ya çox arıq olurlar, ya çox kök, sonra gedir. Şişkinlik gedir. Və mən də həmişə deyirdim, mən sənin dədəvin çörəyini yeyirəm. Sənə nə? Öz atam alır, mən yeyirəm. O deyəndə özü çox kök oğlan idi. O da nə var, oğlan idi deyə ona heç nə deyilmirdi, deyilən mənə olurdu. İstəsəz arıqlayandan sonra necə oldu, nətər oldu danışacağım. Amma ki, yəni dəhşət çox ağladığım vaxtlar olub həqiqətən. Nəşə düşdü, gözlüyüm. Lavaş düşdü. Qaldırdıq. Görmədim. Məsəl üçün, məndə əməliyyat olmuşdu, məndən soruşurdular, nə əməliyyatı? Dırnağıma əməliyyat olmuşdum ayaqda. Hərəsindən 5-5. Bir ayağımı və öbürsü ayağımı. Ayağa iynə, barmağa iynə vurub keydici eləyirdilər də. Yeməkdən uzaq. Və bir ay ya 2 həftə, 3 həftə evdə qalmışdım da, məcbur. Çünki
Ayaqqabı geyinə bilmirdim. Təmiz çıxartmışdılar da. Heç nə. Gəlmişdim məktəbə. Mən məcbur şəpit geyinmişdim. Ayaqqabı geyinə bilmirəm, ağrıyır. Müəllimə də yaxınlaşdı, hamıya bir-bir, yəni uje. Dedi ki, qızın ayağını tapdalamayın. Əməliyyatlıdır. Bunlara da elə bir dedin, bunlar da elədi, hə. Mən də dedim, yəni insanlıq, yəni o qədər də yox da. Onlar da yaxşı müəllimə, yaxşı. Bir dəfə o oğlan yaxınlaşır mənə. Nəsə yenə gombul-mombul nəsə o məsələ. Və mən ona nəsə cavab verirəm, götürüb ayağımı bərk tapdalayır. Həmən ayağıma hansında ki əməliyyat olub. Və mən əlbəttə ki ağlayıram. Mən çox incidəndə mən anama demirdim. Mənim anam sinif komitəsi idi. Mən desəydim, bəlkə də indi başa düşürəm ki, çox şeylər həll olunardı. Amma ki, çox vaxtı demirdim. Elə momentlər olurdu ki, elə hədd gəlirdi ki, məcbur anama deyirdim. Anam da sinif rəhbərinə deyirdi. Amma inanırsınız, bir həftə normal idilər, insan idilər. Sonraki moment təzədən eyni şey. Deyəndə də olurdum satqın. Mama uşağı. Belə şeylər deyirdilər. Hələ ondan etikadan kənarda bir şeylər deyirdilər, amma burada deyə bilmirəm. Ona görə məktəb illərimi həqiqətən sevmirdim. 9-cu sinifdən sonra düzəldim. Çünki mən arıqladım. Artıq danışacağım necə oldu istəyirsiniz, arıqlayandan sonra necə oldu. Həmən insanlar tamamilə başqa cür mənə baxmağa başladılar. Amma mən indi anlayıram ki, həqiqətən gərək mən o vaxtda danışmazdım da insanlarla. Çünki insanlar elə vəziyyətdə məndən danışmırdılar. Mənə lağa qoyurdular, amma sonradan Nərgiz. Amma belə konkret dalımca qaçırdılar, yox, amma danışırdılar məndən. Tamamilə başqa konseptdə. Elə bil mən görürdüm ki, əvvəl elə bil göylə danışmalar, belə elə. Bəlkə paxıllıq idi. Nə idi? Mən başa düşmürəm həqiqətən. Bilmirəm uşaqlar. Siz mənə deyin, sizin məktəb illəriniz necə olub? Necə keçib? Uşaqlar, belə hekayələri bəyənirsinizsə, siz like qoyun, dəstək olun. Mən başa düşüm ki, bəyənilir. Gündə bir dənə videoyu çəkəcəm, əgər bəyənilsə. Uşaqlar, yaxşı ki varsınız. 2-3 gün ərzində demək olar 700 nəfəri, 600 neçə nəfəri. Həqiqətən çox sevinirəm. Sizə əziyyət deyirsə, like eləyə bilsəz, mənə çox xoş olardı. Görüşənədək.